Körpəmiz iki tərəfli dodaq damaq yarağı ilə doğulub. Hal-hazırda 3 yaşındadır. 9 aylıq kənd dodaq yarağı bərpası əməliyyatı icra olunub, xeyloplastika əməliyyatı və hal-hazırda damaq yarığının plastikası bərpası əməliyyatını edəcək. Geniş bir yarıqdır. Premaksilla irəli dərəcədə bir yuxarı yerləşimlidir. Damaq yarığını izləməkdəyik. Biraz da açmağa çalışaq. İlçək ta lateral maksillar segmentlər, sentral segment və ovula tam şəkildə geniş bir yarıq təşkil edir. Əməliyyatımız yekunlaşdı. İki tərəfli damaq yarığına görə palatoplastika əməliyyatı icra olundu. Pushback və yaxud da Verdal-Killer üsulu ilə tam şəkildə palatoplastika əməliyyatı bərpa olunubdur. Dilçək aşağılarda daha dərinlərdə görünəcək. Biraz qatdalandı içəri tərəfi və tam alveolar xəttə qədər bərpa olundu.